Dördüncü dərsimizə xoş gəldiniz. Bu günləri Pythonda riyazi hesablamalara baxacağıq, operatorlar üzərində işləyəcəyik. Təkcə riyazi operatorları yox, həmçinin müqayisə operatorları və məntiqi operatorları da başa salacağam. Bu dərsimizin giriş hissəsidir. Hazırda aritmetik, yəni riyazi operatorlarda bir neçə fərqli simvollar görürsüz. Riyaziyyatdan yəqin ki, bu simvollar bizə tanışdır. Üstəgəldir, çıxmadır. Riyaziyyatda vurma işarəsi x kimi göstərilir, amma kodlaşdırmada ulduz işarəsidir. Sonra bölmə və burada ikili bölmə də var. İndi fərqini başa salacağam nədir. Sonra faiz işarəsi, bu bildiyimiz faiz deyil, başqa bir şeydir və ikili ulduz qoyulub. İndi bunları bir-bir göstərəcəm sizə. Aşağıdakıları keçməzdən əvvəl bu riyazi operatorları göstərim. Keçək kodumuza. Burada birinci dəyərimizi yaradaq. Olsun A dəyəri. Ekranı biraz böyüdüm. Olsun bu A dəyəri bərabərdir, yazaq buna 10. Aşağıda da ikinci dəyərimizi yaradaq. Bu da olsun 3. Biz indi bu 10 və 3 üzərində riyazi əməliyyatlar eləyəcəyik. Bu operatorlardan istifadə eləyərək. Yazım bura, printdən istifadə eləyəcəm. Gəlirəm bura, print və A üstə gəl B yazıram. Bunu keçən dərslərdə də gördük. A-da toplama işidir. Buraya yazım toplama. Burada 10 üstə gəl 3 yazanda bizə 13 rəqəmini verəcək. Yəni bilirik bunu, sadədir. Yəni burada da çalışdırım. Python 3 dərs 4 nöqtə pay. Əla. Yaddaşa vurmamışdım, ona görə gəlmədi. Təkrardan çalışdırım. 13. Bu birinci toplanma işimiz oldu və bunu üstəgəldən istifadə edərək edədik. Daha sonra gələk ikinci operatora, o da çıxmadır. Yəni aşağısına gəlin bilən bura. Burada üstəgəlin yerinə yazın bura çıxma. Həmçinin burada da çıxma yazın. Çıxma. Ki bilək sonradan hansıdır. Bunu yaddaşa vururam. Gəlirəm aşağı. 13 və aşağıdakı da olacaq 7. Ondan 3 çıxdı. Bizə 7 cavabını verdi. Daha sonra bizdə ulduz işarəsi var. Bu da vurma üçün istifadə olunur. Yazım bura vurma. Və bu çıxmanın yerinə buraya yazıram. Belə bir ulduz işarəsi. Mən Shift 8-dən istifadə elədim ulduzu açmaq üçün. Gələk bura və burada yazım Python dərs 3 və onu 3-ə vuranda bizə verdiyi cavab 30 nəticəsini bizə verdi. Daha sonra burada bölmə işarəsi var. Burada 2 dənə bölmə var. Fikir verirsinizsə, biri budur, bir yeri isə budur. Biz keçən dərsdə floatları öyrəndik. Yəni floatlar özündən sonra 3 qoyuramsa, əgər float yazıramsa, onda 3.2 və yaxud da 3.4 başqa rəqəm də yaza bilərəm. Həmin nöqtə qoyduğumuz kəsr olan hissələrə biz float dəyərlər deyirik. Yəni hazırda bu ulduzu silib yerinə belə bir bölmə işarəsi qoysam, slash işarəsidir, yazım bölmə, bizə float dəyərində bir nəticə verəcək. Yəni onu 3-ə böldü, 3 bölünsün, daha doğrusu 3.3333 belə bir cavab verdi bizə. Yəni float formasında. Bunun yanında olan double slash olan ikili bölmə işarəsi olan isə bizə birbaşa olaraq adi bütöv integer verəcək. Yəni bu 3 nöqtədən sonra olan cavabı bizə verməyəcək. Ona görə burada belə bir iki hissəyə ayrılıb həmin hissə. Buna yazım tam bölmə, buna yazım float, buna da yazım integer. Yaddaşa vurun, təkrardan çalışdırın. Baxın, axırıncı rəqəmə yazdım 3. Yəni, onu 3-ə böləndə tam olaraq 3 alınmır əslində. Normalda onu 3-ə böləndə elə cavab alınmır. Amma bizə 3 cavabını ən yaxın cavab kimi bizə floor olaraq göstərdi. Yəni, axırıncı yuvarlaşdırıb həmin cavabı göstərdi. Daha sonra burada faiz işarəsi var. Bu nədir? Bu bildiyimiz faiz deyil. Bunun mənası qalıq deməkdir. Yəni, onu 3-ə böləndə oradan qalan qalığı bizim üçün göstərəcək. Gəlin bura. Bunları da silim, yazım bura qalıq. Və burada bunun işarəsinin yerinə basıram burada Shift 5, yəni faizi göstərir. Və aşağı gəlirəm. Mənə onu 3-ə böləndə qalan qalığı göstərir. Yəni 3-ü 3-ə vurur. Necə baş verir? 3-ə 3-ə vururuq, eləyir 9. Ondan 9 çıxırıq, qalır yerdə 1. Həmin yerdə qalan 1-i bizə cavab kimi burada göstərir. O da bu qalığın sayəsində meydana çıxır. Məsələn, onu dəyişdirim, başqa bir rəqəm qoyum. Ya da onu dəyişdirməyim. 3-ü dəyişdirib 2 eləyim. Onu 2-yə böləndə cavab 5 edir və ortada qalıq qalmır. Ona görə cavab bizə 0 verməlidir. Belə olanda, baxın, cavab 0 göstərir. Yəni, bunun anlamı qalıq anlamına gəlir. İndi daha sonra burada var ikili ulduz. Bunun da anlamı qüvvəti yüksəltmək deməkdir. Bir dənə ulduz olanda vururuqsa, 2 dənə ulduz olanda qüvvəti yüksəldirik. Yəni, onu 3-ə qüvvətə yüksəldirəmsə, onu 3 dəfə öz-özünə vuracaq. Gəlin, buraya yazım. Qüvvətə yüksəltmə. Və burada
faiz işarəsinin yerinə 2 dəfə ulduz qoyaq belə. Daha sonra yaddaşa vurun və çağırın. Və bizə 1000 cavabını verir. Yəni onu 3 dəfə öz-üzünə vuranda bizə cavab olaraq 1000 cavabını verdi. Burada elədiyimiz əməliyyatlar sadə riyaziyyatdır, normal riyaziyyatdır. Sadəcə kod üzərində belə tətbiq olunur. Bunu daha da kompleksləşdirə bilərik. Məsələn, buranı təmizləyim. Tutalım ki, burada mən beynini 30 eləyim belə və onun 30%-ni tapmağa çalışım. Gəlirəm bura, bunları belə aşağı eləyim. Terminalı da biraz aşağı salım belə. Və buradan aşağıdan yazacağam ki, yazım nəticə belə bərabərdir. Bilirik ki, normalda əgər riyaziyyatdan bilirsinizsə, hər hansı bir ədədin faizini tapmaq üçün həmin ədədi vururuq əvvəlcə faizə, yəni A-nı vuracaq B-yə, belə A vurulsun B, onu 30-a vurdum və daha sonra onu böləcəyik 100%-ə. Belə yazıram bura 100. Və bunun nəticəsində biz həmin ədədin faizini çıxarda bilərik. Gəlin bura yazım ki, məsələn, bura nəticə və daha sonra virgül, bura qoyum nəticənin özün və bizə nəticənin cavabını göstərəcək. Yəni aşağıya Python dərsi bu və nəticə 3.0 göstərdi. Yəni onun 30%-i bizə 3.0 olaraq bildirdi. Həmçinin bundan əlavə nə iş görmək olar? Tutalım ki, bunları silək. Burada 3 dənə rəqəm yaradım. Belə, bir dənə də qoyaq 40. Və daha sonra mən 3 dənə ədədin ortaq qiymətini tapmaq istəyirəm, average. Onun üçün istifadə edəcəm mötərizədən. Yazıram bura mötərizə. A üstə gəlinsin B, üstə gəlinsin C və onu bölürəm 3-ə. Çünki 3 dənə ədəd olduğu üçün ortaq qiymət 3 dənə olacaq və burada nəticəni göstərim. Python və nəticə 26.6 formasında verdi. Həmçinin burada 2 dənə bölmə qoysam belə yan-yana mənə tam olaraq ədəd verəcək. Nəticə 26. Yəni 10, 30, 40-ın ortaq nəticəsi bizə 26 verdi. Həmçinin fikir verirsinizsə burada mötərizə işi birinci baş verir. Necə riyaziyyatda mötərizə birinci hesablanırsa, eynən Pythonda da mötərizə birinci hesablanır içərisi, daha sonra bölmə işini yerinə yetirir. Bunu həmçinin mən list kimi burada göstərmişdim. İstəsəz ekran şəklini çəkə bilərsiniz, yaxud da yadda saxlaya bilərsiniz. Burada sadə formada hansı operator hansı iş görür, onu yazmışdım. Burada bir dənə mötərizə yoxdur, onu da adi mötərizə olaraq yadda saxlaya bilərsiniz. İndi keçək müqayisə operatorlarına. Burada bir neçə fərqli elementlər görürük, yad ola bilər, özgə görünə bilər, amma hamısı əslində öyrəndikdən sonra sadə bir şeydir. Burada həmçinin siyahımız da var idi, siyahıdan baxaq. Burada müqayisə elementlərində, daha doğrusu müqayisə operatorlarında istifadə edirik bərabər işarəsindən, nida işarəsindən, kiçikdir, böyükdür işarəsindən və bunları bir-birinə birləşdirərək həmin şərtlərimizi alırıq. Müqayisə operatorlarının bizə verdiyi cavab həmişə true false olub. Yadınızda keçən dərsdə öyrəndik. True false dəyərini yaratmaq üçün hər hansı bir elementə gəlirik bura. Yazaq ki, günəşlidirmi? Məsələn, adi söz, günəşlidirmi? Və bərabərdir buna true verirəm. Və true'nun anlamı bunun boolean anlamına gəlir. Mən demişdim bunun üzərinə çox düşməyəcəm. Çünki if else-lara çatmamışıq. Amma burada müqayisə comparison istifadə etdiyimiz operatorlarda bizə verdiyi dəyər ya true olur, ya da false olur. Tutalım ki, bunlardan necə istifadə edirik? Koda baxaq birbaşa. Tutalım yuxarıda bir dənə temperatur adlı dəyər yaradaq. Adı olsun temp, hələ qısaca yazım və temperatur olsun 20 məsələn. Həmin 20-ni aşağıda mən müqayisə göstərərək deyəcəm ki, bu günəşlidir yoxsa yox. Bura true yazmıram artıq. True'nun yerinə bura yazıram ki, əgər temp, belə yazıram temp, 2 dənə bərabərdir qoydum. Baxın, burada birinci bərabərdirsə anlamına gəlir. 2 dənə bərabər varsa, bir dənə yox, artıq 2 dənə qoyuruq. Əgər bərabərdirsə 30. Əgər temperaturun bərabərdirsə 30-a, o zaman bu mənə günəşlidirin true və yaxud da false olduğunu biləcək. Bunu necə bilərik? Gəlirəm bura, print yerinə günəşlidirmi basıram, yazıram və burada bunu çağırıram. Və bizə nəticə olaraq false qaytardı. Fikir verirsiniz? Yəni demiş oldu ki, temperatur əgər 20, 30-a bərabər olmadığı üçün burada nəticə, ona görə bizə false qaytarır. Əgər bunu 30-u birbaşa olaraq 20 eləsəydim belə, o zaman təkrardan çalışdırım və bizə true dəyərini verdi. Yəni booleanın düzgün olduğu anlamına verdi. Burada bundan başqa nida işarəsi olan var. Bunun da anlamı bərabər deyilsə deməkdir. Yəni bunun əksi olur. Burada birinci bərabərdir silib yerinə nida qoyuram və bu zaman mənə cavabı bunun doğru olduğu halda onun əksini göstərəcək. Yəni temperaturum 20-dir və burada da 20-ni yoxlayıram. Əgər 20 20-yə bərabər deyilsə, o zaman bunun cavabı göstərir. Yəni təxmin eləyə bilərsiniz ki, cavab nə olacaq?
false göstərəcək, düzdür? Çünki 20 20-nə bərabər olsa belə biz bunun burada əksini demişik. Mən tutalım ki, buna deyim hava 30-dur belə. O zaman mənə true dəyərini verəcək. Çünki 20 30-a bərabər deyil. Yəni bu doğru anlayışdır. Ona görə bizə true dəyərini verəcək. Başlanğıcda öyrənmək çətin olur, anlayıram, amma zaman keçdikcə bunu praktik elədikcə başa düşəcəksiniz əhəmiyyətini. Burada daha sonra kiçik D işarəsi var, böyük D işarəsi və buna oxşar aşağıda yeni də var. Kiçikdir və bərabərdir işarəsi qoyulub, böyükdür, bərabərdir işarəsi qoyulub. Bunlarla bunların indi fərqini göstərəcəm. Birinci bunlardan başlayayım. Kiçik D işarəsi. Normal olaraq gəlirəm bura. Yazıram bura kiçikdir. Temperatur əgər 30-dan kiçikdirsə, 20 30-dan kiçikdirsə, onda hava günəşlidirmi? Əslində doğru anlayış deyil, amma yenə də göstərmək üçün edirəm bunu. True anlam verir. Yəni 20 30-dan kiçikdir. Ona görə bizə true verəcək. Bundan savayı bizdə var böyükdür işarəsi. Bunun əksidir. Əgər 20 30-dan böyükdürsə, o zaman bizə nəticəni ver. Təbii ki, doğru deyil. Ona görə bizə false dəyərini verəcək belə formada. Ondan sonra bizdə var burada kiçikdir, bərabərdir işarəsi. Bunun anlamı nədir? Buna keçməzdən əvvəl gəlin bura, bunu kiçikdir yazım və daha sonra burada bunu dəyişdirim 20 eləyim belə və təkrardan yoxlayım. Baxın, mənə false verdi. Nəyə görə? Çünki 20 20-dən kiçik deyil. Amma burada verildiyi nəticədə bərabərdir qoymuşuqsa qabağına. Burada demiş oluruq ki, əgər 20 20-dən kiçikdirsə və bərabərdirsə, o zaman bizə nəticəni göstərir. Bu belə olanda bizə true dəyərini verəcək. Ona görə ki, 20 həm 20-dən kiçikdir, həm də ona bərabərdir. Ona görə qabağına belə bir bərabər işarəsi qoyuruq. Eyni ilə qabağına böyükdür işarəsi qoysam belə və mənə böyükdür, bərabərlik işarəsi cavabını verəcək. Bunda da eyni true dəyərini verəcək. Çünki 20 20-yə bərabərdir və həmçinin ondan böyükdür. 20-nin yerinə burada yazsam məsələn 13 deyək və o zaman mənə yenə true dəyərini verəcək. Çünki 20 13-dən həm böyükdür, yəni həm böyükdür, həm bərabər deyil, amma böyükdür. Yəni birinci şərti ödəyir, ikinci şərti isə ödəmir. Bunlarla bağlı əslində çox işləyəcək gələcəkdə. Çünki demək olar proqramlaşdırmada çox istifadə olunan şeylərdən biri də if-else conditionlardır. Bunu daha dərindən onsuz da praktikada öyrənəcəyik. Əzbərləsək də yadımızdan çıxa bilər, amma gələcəkdə daha çox bu məsələlərə baxacağıq. Yəni sadəcə yadınızda saxlayın ki, bu comparison, yəni müqayisə olan operatorlar həmişə bizə ya true qaytarır, ya da false qaytarır. İndi isə keçə bilərik daha biraz çətin hissəyə, logical, məntiqi operatorlara. Bu biraz çətin hissədir, amma bacardıqca rahat baş salmağa çalışacağam. Bunların demək olar ki, həmişə boolean və yaxud da false dəyərini qaytarır. Nəyə görə demək olar demişəm, ona da sonra keçəcəm. Burada istifadə edirik and, or və yaxud da notdan istifadə edirik. Birinci başlayaq and-dən və burada deyirəm ki, əgər ümumiyyətlə bunları silin, başqa bir nümunə göstərəcəm. Deyək ki, adı olsun, yaş olsun 20 belə. Və aşağıya tələbədirmi yazaq. Tələbədirmi belə. Buna da true verək. Tələbədirmi yenə tələbədir yazım, bəs eləyir. Tələbədir true oldu, yaş isə 20 oldu, tamammı? Və aşağıya gəlirəm. Bir dənə dəyər yaradıram. Adı olsun icazə. Burada demiş oluram ki, icazə yalnızca yaşı 18-dən yuxarı olanlara icazə var və tələbə olanlara icazə var. Onu eləmək üçün biz istifadə edəcəyik and-dən. Burada and-dən istifadə edirik. İngiliscədə də və deməkdir bu arada. Yazırıq bura yaş və incə öyrəndiyimiz metodu bura tətbiq edə bilərik. 18-ə bərabərdir və 18-dən böyükdürsə, 18 yaşına bərabərdir və 18-dən böyükdürsə və and yazıram. Daha sonra belə işarə qoydum, boşluq buraxdım daha doğrusu və burada tələbədir sözünə qoyuram. Tələbədir də fikir verirsinizsə, mən tələbədirə əlavə operator qoymağıma ehtiyac yoxdur. Çünki artıq özü bir boolean olduğu üçün və booleanı da booleanla ölçə bilirik. Yəni and hər iki tərəfində, həm solunda, həm də sağında boolean tələb edir. Biz indi öyrəndik ki, yaş, daha doğrusu burada olan operator özü ya true qaytarır, ya da false qaytarır. Ona görə bu true ya da false qaytaracaq, tamammı? Bu sağında olan hissə isə artıq boolean olduğu üçün bizim şərtimizi ödəyir. İndi baxaq görə icazəmiz bizə nə verəcək? Ya true verəcək, ya da false verəcək. Bunu print də edeyim aşağıda həmçinin. İcazə. Belə yazım. Və true dəyərini bizim üçün qaytardı. Ona görə ki, artıq şərtimiz ödəyir. Yaşımız 20-dir. Bu şərti ödəyir və ondan sonra burada tələbədir oldu, true olmuşdu. Ona görə də bizim şərtimizi ödəyir. Tutalım ki, yaşımız çoxdur, amma tələbə deyilik. Onda nətər olacaq? End vermişiksə
və bura tərzdən dəyər verirəm və mənə false qaytarır. Bu da buradakı bizim şərtimizi ödəyir. Yəni endin qabağında yazılıb ki, hər iki tərəf true olarsa, o zaman bizə true qaytaracaq. Hər iki tərəf biz bayaqla true dediyənə bizə qaytardı, amma hər hansı bir tərəf, yəni tələbədir artıq true deyil, ona görə bizə false qaytardı. Tutalım ki, tələbədir eləyim true, bu yaşı da eləyim məsələn 15 və təkrardan çalışdırıram, yenə bizə false verəcək, görürsüz. İndi keçək ora. Orun mənası ingiliscəsində və yaxud yoxsa deməkdir. Burada hər hansı bir tərəf, fərqi yoxdur. Hər hansı bir tərəf true olarsa, o zaman cavabımız true olacaq. Tutalım ki, bizim burada yazım ki, or və yaşım 18-dən böyükdürsə və tələbə ola da bilər, olmaya da bilər anlayışında bir şey olacaq. Tutalım ki, buraya yazım false. Yaşım olsun 20, belə. Və icazəyə gəlirəm, çalışdırıram və mənə true verdi. Halbuki bu false idi, amma or vermişik deyənə deyirik ki, yaşımız 18-dən böyükdür və tələbədir anlayışı burada false elədik. Amma burada belə bir şey eləmək olur ki, mən yaşımı 15 eləsəm və əgər tələbə olsam, o zaman yenə bu true verəcək. Yəni bunu restrict eləyə bilmirik artıq. Çünki hər hansı bir tərəfin belə olmasını istəyirik. Daha sonra bizdə var burada not. Not biraz qəribədir əslində başlanğıcda öyrənənlər üçün. Notun anlamı ən çox həmin true'nu false-a çevirir. False isə true-ya çevirmək üçün istifadə olunur. Yəni burada biraz qaçıq olacaq, başa düşürəm, amma yazım. Yazıram bura not, oradan sonra not yazdım. End edeyim bunu, qoy rahat olsun başa düşmək. Yaşım 18-dən böyükdür və tələbə deyilsə anlamı olacaq. Ona görə bizə false verəcək burada cavabı. Ona görə ki, burada true vermişik, fikir verirsinizsə, baxın, true vermişik. Və qabağına amma not yazdım. Bu true olanda artıq true'nu çevirdi elədi nəyə? Bizim üçün false-a. Bu false olduğu üçün artıq endi ödəmir və hər hansı bir tərəfdən biri artıq false oldu. Ona görə bizim cavabımıza false kimi göstərdi. Bunda da bəzi yerlərdə istifadə olunur proqramlaşdırmada. Elə məqamlar olur ki, eyni zamanda çoxlu kod yazmaq istəmirik, not ilə hər şey həll etmək istəyirik. Onda notdan istifadə olunacaq. Burada demək olar ki, true və yaxud da false anlayışını qoydum. O nəyə görə yazdım? Həmişə bu and or true false və yaxud da qaytarmır. Elə bir məqam var ki, tutalım bunları silək. Buraya yazıram belə bir boşluq və daha sonra yazıram or. Buraya yazıram bir dənə salam. İndi icazənin içərisində yazdım, başa düşürəm, amma məsələ onu öyrənməyimizdir. Və gəlirəm bura. Təkrardan çalışdırıram. Baxın mənə nə verdi? Salam sözünü verdi. Halbuki or yazmışam, amma mənə yenə salam sözünü verdi. Bunu yenə end yazsam, baxın nə verəcək? Mənə heç nə vermədi. Çünki nəyə görə? Nə bu tərəf şərti ödəmədi və sağ tərəf şərti ödədi. Nə bilən cavab verdi. Burada artıq true false qaytarmır. Hansı tərəf doğrudursa onu mənə qaytarmağa çalışır. Buna axırda gələcəm videonun axırında. Bu nə anlama gəlir? Biraz qəlizdir bura. Ondan qabaq mən sizə bir şey göstərmək istəyirəm. Burada belə bir siyahı var. Daha doğrusu cədvəl. Bu cədvəli onsuz da biz zamanla əzbərləyəcəyik, yadımızda qalacaq, amma indidən belə bir cədvəl formasını şəklinə çəkə bilərsiniz yenə də. Aşağıda linkini də qoyacağam, şəkil kimi baxa bilərsiniz. Burada tərəflər var. İncə öyrəndik ki, and yaxud da or özündən iki tərəf tələb eləyir. Təbii ki, tərəfləri artıra bilərik, 3 tərəf, 4 tərəf qoya bilərik, amma əsas iki tərəfdən söhbət gedir. Burada əgər sol tərəf bir true-dursa, sağ tərəf false-dursa, bizə false cavabı verir. Ona görə ki, end-dən istifadə edirik. Eyni zamanda true və true olarsa, end-dən istifadə eləmişik, bizə yenə true cavabını verir. Sonra sol tərəf false-dur, sağ tərəf true-dur. Bizə yenə false verəcək, çünki sol tərəfdə bir dənə false olan var. Hər iki tərəf false olarsa, fikir verin, onda yenə bizə false cavabını verdi. Aşağıda or var. Orada demişəm ki, sol tərəf true-dursa, əgər sağ tərəf false-dursa, o zaman cavab true olacaq. Çünki şərtə görə hər hansı tərəfdən biri true olarsa bəs eləyir or üçün. Həmçinin true və true olarsa bizə true verəcək. False və true olarsa yenə true verəcək. Amma hər iki tərəf false-dursa, o zaman bizə false cavabını verəcək. Burada bir dənə şeyə fikir verin ki, orla bağlı olanlarda yalnızca bir dənəsi false var. Qalan bütün şərtlər true olur. Yəni hər iki tərəf false olursa false verir. Amma end-də isə yalnız bir dənə true var. Qalan şərtlərdə isə hamısı false olur. Bu da end-də də yalnız hər iki tərəf true olarsa bizə true cavabını verəcək. Yəni qalan şərtlər hamısında false-dur. Aşağıda da 2 dənə nümunə var. Qabaqdan not yazmışam. Əgər not false deyilirsə, onda dəyərimizi true-ya çevirir. Not true deyilirsə, onda dəyərimizi false-a çevirir. Burada növbəti cədvəldə var. Bir dənə buna da fikir verin.
Buradakı cədvəldə hansı dəyərlər false qaytarır, hansılar isə true qaytarır cədvəldir. Hazırda biz sadəcə yuxarıda olan 2 dənə sətri öyrənmişik. Daha doğrusu 3 dənə axırda da var. Qalanları isə hələ gəlməmişik. Gələcəkdə baxacağıq, amma indidən göstərim dedim. Əgər stringimiz boşdursa, görürsüz, ştrixlə yazmışıq və yaxud da tək ştrixlə fərqi yoxdur. Əgər içərisində heç nə yoxdursa, onda bizə cavab olaraq false verəcək. Ona görə bayaqları burada bu işarə bizə false verdi, görürsüz, və salam içərisində bir yazı yazmışıq. Hər hansı ştrixin içərisində yazı varsa bizə true verir, görürsüz. Əgər içərisində yazı yoxdursa, heç nə yoxdursa, onda bizə false verəcək. Ona görə burada bunu belə verdi. Həmçinin bura gəlib or yazanda mənə salamı verəcək. Ona görə ki, salamda dəyər var, amma bunda yoxdur. Əgər bəs hər iki tərəfdə dəyər olarsa necə olacaq? M hərfi yazın məsələn və mənə m-nı verəcək. Ona görə ki, kodlaşdırmada sağdan sola oxuyur. Soldan sağa oxuyur daha doğrusu. Birinci m-ya baxır. Əgər bunda dəyər varsa, heç bu tərəfinə girməyinə ehtiyac yoxdur. Ona görə buradan başlayıb oxumağa başlayır. Daha sonra var bizdə 0. Yəni əgər dəyərimiz 0-dırsa, onu false kimi görəcək. Həmçinin 0.0 float olaraq bunu false kimi görəcək. Amma dəyərimiz 0-dan aşağıdırsa, mənfilərə doğru gedirsə və yaxud da pozitivə doğru gedirsə, onda cavabımızı true olaraq göstərəcək. Yəni eynən gəlirəm bura, yazıram 0 belə. Bu tərəfdən də yazaq hər hansı bir rəqəm, məsələn 3 və bizə dəyər olaraq və 3-ü göstərəcək. Çünki sağ tərəfi 3 dəyəri düzgün true verir. Həmçinin 3 yazın bura -3 və bizə -3 cavabını verəcək. Çünki -3 doğru anlayışdır. Ondan əlavə non var. Data ilə işləmirsinizsə null dəyəri olur. Həmin null dəyəri non anlamına gəlir burada da. Daha sonra arraylər var. Onlar da içərisində heç nə yoxdursa, sadəcə simvollar özü varsa bizə false dəyərini verir. Həmçinin false-un da özü false dəyərini verir. Həmçinin burada balaca bir proyekt düzəldə bilərik keçənki dərslərə uyğun. Tutalım ki, yazım bura rəqəm 1 və yazaq burada float. Çünki dəyəri çevirəcək. Keçən dərs öyrənmişdik bunu da. Float yazıram və içərisində input yazıram. Inputun içərisində yazım ki, rəqəm 1. Yəni bu proyektimiz xırda bir kalkulator deyə bilərik buna. Və bundan ikincini də düzəldim. Həmçinin rəqəm 2 olsun. Burada da rəqəm 2 yazım. Daha sonra bu cavabları alandan sonra biz istəyirik ki, həmin bayaqki hesablamalarımızı bizə versin. Tutalım ki, buraya yazım toplama. İndi bunlar tez bir zamanda yazıb sizə göstərəcəm. Əla, bu hissəsi hazır. Toplama, çıxma, vurma, kəsirli bölmə, tam bölmə, qalıq və qüvvəti yüksəltmə. Bayaqki tətbiq elədiyimiz adi operatorlardır. Hamısını bir-bir yazdım. İndi aşağıda nəticəyə baxaq. Allah gəlir burada. Açaq həmçinin clear eləyək əvvəlcədən. Təmiz ekran görək. Buranı da biraz böyüdüm. Və komandamı çalışdırım. Rəqəm 1 istəyir bizdən. Yazaq bura 6. İkinci rəqəmimiz də olsun 4. Və bizə nəticələr verir. Baxın, 6-nın üzərinə 4 gəldi. 10.0 olaraq göstərdi. Həmçinin 2.0, 24.0, 1.5, 1.0, 2.0 həmçinin burada olduğu rəqəmdə. İndi soruşarsınız ki, burada nəyə görə nöqtələrində 0 var? Ona görə ki, mən əvvəldə bunları float-a çevirmək istədim. Nəyə görə bunu elədim? Çünki biz əgər burada int yazsaydıq dəyər olaraq və burada daxil elədiyim dəyər əgər int olsaydı, o zaman bizim kodumuzda problem çıxacaq idi. Məsələn, bunu sübut eləmək üçün bura int yazım. Belə. Daha sonra burada təkrardan kodumu çalışdırım. Və belə göstərim. Rəqəm 1 olsun 6.5 və həmən bizə problem göstərir. Deyir ki, 6.5 float olan dəyəri biz int-ə çevirə bilmirik. Ona görə floatdan istifadə edirik ki, ola bilsin ki, bizim hesablamamızda floatdan istifadə olsun və yaxşı bir şeydə əslində floatdan istifadə etmək daha dəqiq cavablar ala bilirik bunun sayəsində. Tutalım ki, 10.4 olsun, bir dənəsi də olsun 2.5, 5.4 belə və biz bunun sayəsində daha dəqiq cavablar ala bilirik. Və məsələn, toplama işinin cavabı budur, çıxmanın cavabı budur, 10.4-dən 2.54-ə çıxanda belə cavab alır, vurmanın cavabı bu olur, bölmənin cavabı həmişə sonda belə bir uzun bir cavab alınır, bölmələrdə həmişə bu olan bir şeydir. Həmçinin qüvvəti yüksəltmədə də belə bir düzgün 10.4-ə 2.54 qədər ki, riyazi hesablamada belə bir cavab alırıq. Bugünkü dərsimiz bu qədər. Bütün operatorlara baxdıq. Demək olar istifadə olunan bütün operatorlara baxdıq Python üzərində. Əgər dərslə bağlı hər hansı bir sualınız olarsa mütləq kommentlərdə bildirin. Çalışacağam düzgün cavab verim və köməkliyi eləməyə çalışım. İnşallah növbəti videoda görüşərik. Sağ olun.